İstər Trumpda da, istər Netanyahu səviyyəsində, istər olan administrasiyası səviyyəsində Bibliyadan, Evangeliyadan, Tövratdan sitatlar gətirildi və orada biz Yahudiləri qorumalıyıq, bu bizim borcumuzdur. Yahudilər və xristianlar birləşib müsəlmanlara qarşı mübarizə aparmalıdır. Bu cür təbliğat gedir. Burada ərəblərə qarşı, fələstinlərə qarşı yox. Bizdə bəzədir. Əşi bizdən ərəbə, fələstinliyə nə? Onlar erməninin yanındadır. O primitiv də o Fələstin liderlərinin erməni keşişlərinə çəkdiyi şəkillərdə primitiv fakt kimi ortaya qoyub. O məntiqlə Azərbaycan liderlərində Yahudi keşişlərlə şəkilləri var. Necə ki, Yahudi keşişləri, Yahudi icması bizim vətəndaşımızdır. Orada da erməni icması onların vətəndaşıdır. Yəni, aydın məsələdir. Öz vətəndaşlarına şəkil çəkilmək, hansısa məsələdə kiməsə dəstək vermək deyil. Yəni, o primitiv yanaşmanı 100 dəfə sübut eləsə də xeyri yoxdur. Elə düşünmək istəyənlər zaten bilərəkdən və bilməyərəkdən elə düşünəcəklər. Nə deyək, xəstələrə zaval yoxdur. Fikir verin, xristian və yəhudilər müsəlmanlara qarşı. Bunu Trump səviyyəsində, Netanyahu səviyyəsində, Amerika və İsrail dövlət səviyyəsində bu artıq çıxışlar edilir. Bu, hansısa Amerikalı və yoxdur İsrail politoloq və siyasi şərhçi səviyyəsində deyil. Ona görə Azərbaycanda, Türkiyədə müsəlman, İslam əgər burada artıq dinlər səviyyəsi, dövlətlər səviyyəsindən qalxarsa dinlər səviyyəsinə, biz bir mənalı qeyd şərti müsəlmanların yanında olmalıyıq Fələstinlə. Müsəlmanlara qarşı Yahudilərin və onlara dəstək verən xristianların soyqırımına qarşı bütün müsəlman dünyasına və müsəlman dünyasının ən güclü dövləti təbii müttəfiqimiz qardaş Türkiyəmizin yanında olmaq. Yox, buna hələ də əksin deyənlər varsa, bayrağımızda yaşıl rəng var, özümüzdə müsəlman ölkəsi sayılır. Onda əgər Azərbaycan əhalisi çoxsu elə deyil, referendum keçirək, Azərbaycan əhalisi desin ki, biz İslam dinindən imtina edirik, o başqa məsələ. Onda artıq Türkiyənin Azərbaycanla münasibəti artıq fərqli olacaq. Pakistanda və İslam dünyasında ondan da istəsəz İsrailə qardaş dövlət deyərsiniz, bacı dövlət deyərsiniz, o sizin bildiyiniz işdir. Amma hələlik bu olmayana qədər Azərbaycan müsəlman ölkəsidir. Azərbaycan İslam dünyasının bir parçasıdır. Və Azərbaycan Fələstin məsələsində, əgər bu artıq dinlər səviyyəsi məsələsinə qalxıbsa səviyyəsinə, o zaten çoxdan qalxıb, sadəcə olaraq indi bunu artıq Amerika və İsrail dövləti deməyə başlayıb. Biz də öz dövlətimiz səviyyəsində Fələstində müsəlmanların yanındayıq, yanında olmalıyıq. Bunun başqa yolu yoxdur. Bunun da heç bir seçimi yoxdur.